Rəqəmsal məktəb platforması rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Platforma şagird, valideyn, müəllim və məktəb rəhbərlərinin ümumi giriş etdiyi vahid məkandır. Platformaya daxil olmaq üçün istifadəçi ana səhifədə giriş düyməsi vasitəsilə müvafiq rol seçir və şəxsi səhifəyə daxil olur. Müəllim və məktəb rəhbərləri üzrə istifadəçilər digital logindən istifadə edərək platformaya giriş edirlər. Valideyn statusuna malik istifadəçilər şəxsi kabinetləri üzrə övladının gündəlik və jurnal məlumatları ilə tanış ola, həmçinin məktəb rəhbəri ilə birbaşa əlaqə yarada bilərlər. Valideyn öz kabinetindən övladı üçün girişi təmin etmək üçün övladına şifrə təyin edir. Bunun üçün tənzimləmələr bölməsindən istifadə edir. Şagird öz kabinetinə giriş üçün 7 rəqəmli UTS kodundan istifadə edərək istifadəçi adı və valideyni tərəfindən təyin edilmiş şifrə əsasında sistemə daxil olur. Əgər şagird UTS kodunu xatırlamasa, təhsil aldığı təhsil müəssisəsi ilə əlaqə saxlaya bilər. Şagirdlər rəqəmsal məktəb platformasına daxil olduqda tədris aldığı sinif üzrə elektron gündəlik və fənlər üzrə cari mövzunu görə bilir. Tədris planı üzrə nəzərdə tutulan mövzuların qısa icmalı və mövzuya dair video izahlar da şagird kabinetində mövcuddur. Şagirdlər eyni zamanda əvvəl keçirilən mövzuları həm video formatda izləyə bilər, həmçinin mövzu üzrə təyin olunan tapşırıqları icra edə bilər. Mövzunun möhkəmləndirilməsi üçün kvizlərdə iştirak edərək qiymətləndirmədən istifadə etmə imkanı da vardır. Platformanın şagirdlər üçün yaratdığı imkanlardan biri də mövzuya dair sual yarandığı halda müəllimlə əlaqə yaradaraq daha geniş izah ala bilmə üstünlüyüdür. Müəllimlər və məktəb rəhbərləri platforma vasitəsilə jurnal məlumatlarını idarə edə və nazirlik tərəfindən elan olunan ən son məlumatlarla tanış ola bilər. Məktəb rəhbərləri platforma vasitəsilə rəhbərlik etdikləri müəssisə üzrə təhlillərin aparılması üçün müvafiq hesabatların çıxarılma imkanına malikdirlər. Siniflər üzrə keçirilən qiymətləndirmə nəticələri, həmçinin yekun qiymətləndirmə təhlillərinin aparılması sözügedən platformada əlçatandır. Eyni zamanda məktəb rəhbəri platformada təmin olunmuş birbaşa əlaqə çatı vasitəsilə valideyn müraciətləri ilə tanış olaraq operativ şəkildə cavablandıra bilər.